Salam, sürətli şəkildə biz zaman testlərinə baxacağıq. Birinci test tapşırığımız recently ilə başlayır. Recently olan ifadələrdə biz has, üstəgəl, verb 3, yəni verb 3-dən istifadə edirik. D variantı düzgündür. İkinci test tapşırığında at the time, at one time, at the time olan hissələr həmişə keçmiş zamanda olur. Digər ikinci tərəf isə today var. Deməli, burada indiki zamanda olmalıdır. Burada cavabımız B variantıdır. Daha sonra üçüncü test tapşırığında at one time yenidən keçmiş zaman götürəcəyik. Modern day indiki zamana aid biz ifadə götürməliyik. Cavabımız B. Növbət test tapşırığı dördüncü. 10 min il əvvəl varsa keçmiş zaman biz istifadə edəcəyik. B variantı düzgündür. Beşinci test tapşırığında Marco Polo'dan söhbət gedir. Marco Polo hal-hazırda yaşamır deyək. Artıq keçmiş zaman götürməliyik. İkinci hissə isə indiki zamanı bildirir və cavabımız C.